Salam, hər vaxtınız xeyir olsun. Mən Fizika Akademiyanın informatika müəllimi Məxluqə müəllim. Bugün sizlərlə növbəti sınavımızın izahını paylaşıram. Gəlin baxaq. İlk birinci sual belədir. Verilənlər bazasının cədvəlində soyadı A ilə hərfi ilə başlayan və yaşı 23-dən böyük olmayan ixtisası riyaziyyat olan müəllimlər müəyyən etmək üçün cədvəldən neçə bir sorğu tərtib ediləcək. Baxın, əvvəlcə deyir ki, A hərfi ilə başlasın. Təbii ki, burada mənim soyadım, söhbət soyaddan gedir. Soyadım A hərfi ilə başlayacaq. Və daha sonra isə nə edəcəm? Yaşı 32-dən böyük olmayan, yəni yaşım kiçik bərabər olacaq nədən? 32-dən. Yaş 32-dən kiçik bərabər. Nəyə görə bərabər? Çünki burada deyir ki, 32-dən böyük olmayan, yəni 32-nin özü ola bilər də ona görə. Və ixtisası təbii ki, nə olan? Riyaziyyat olan. Və təbii ki, bunların hər biri ödənməlidir. Hər biri ödənməyi üçün də mən ənddən istifadə edəcəm. Bilirik ki, ənddə hər bir hissə mütləq şəkildə doğru olmalıdır ki, o ifadə doğru olsun. Ona görə də nə edirəm? İxtisasım riyaziyyatdır, ənd, yaşım kiçik bərabərdir 23-dən, ənd və soyadım A hərfi ilə başlayır. Burada cavab olacaq A variantı. Növbəti suala baxaq. Deməli, ikinci sualımız belədir. Qeyd edir ki, 0, 4, 6, 9 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə müxtəlif 4 rəqəmli ədəd tərtib etmək olar. Söhbət 4 rəqəmli ədəddən gedir və mən 4 dənə hissə çəkəcəm. Bu 1, bu 2, bu 3, bu da ki 4. Və deyir ki, bu rəqəmlərlə istifadə etməliyəm. Biz bilirik ki, hansısa bir ədəd 0 ilə başlamır da. Birinci hissəmdə ya 4 olar, ya 6 olar, ya da ki 9 olar. İkinci hissəmdə əgər birinci hissəmdə 4-ü istifadə etmişəmsə və çünki niyə? Təkrarlanmayan deyir. Birinci hissədə 4-ü istifadə etmişəmsə, ikinci hissədə 4-ü istifadə etməyəcəm. Ya 0 olar, ya 6 olar, ya da ki 9 olar. Və eyni zamanda ikinci hissədə 0-ı istifadə etmişəmsə, üçüncü hissədə ya 6 olar, ya 9 olar və eyni zamanda üçüncü hissədə 6-nı istifadə etmişəmsə, növbəti sonda da bir dənə mütləq şəkildə 9 olar. Burada gördüyünüz kimi 3 dənə rəqəm vurulsun, burada 3 dənə rəqəm vurulsun və burada 2 ədəd vurulsun və burada isə 1 ədəd. 3 dəfə 3 9, 9 dəfə 2 18, 18 də 1-ə vuranda mən burada nə cavab almış olacağam? 18 dənə. Deməli, mən cəmi 18 dənə ədəd tərtib edə bilərəm. Növbəti suala baxaq. Növbəti sualımız belədir. Deməli, deyir ki, piksel ölçüləri 2048-1920 olan təsvirin hide color rejimində kodlaşdırılarsa, onu informasiya həcmi kilobayt ilə ifadə etməyinizi deyir. Biz bilirik ki, hide color ilə biz neçə bitlə kodlaşdıra bilirik? Yəni 16. Bit sayımız 16-dır və artıq təsvirimizin piksel ölçüləri də verilib. 2048 vurulsun 1920 və bərabərdir. Təbii ki, alınan cavabı böləcəm 213-ə, çünki kilobaytla istəyir. Burada imtahanda da mütləq şəkildə hesab makinəsindən istifadə edin, çünki bəzən hesablamada səhvliklərə yol verilə bilir. Bunun qarşısını almaq üçün hesab makinənizdən istifadə edə bilərsiniz və 16-nı vurun 2048-ə, onu da vuracaqsınız 1920-yə və böləcəksiniz 213-ə və buradan siz cavabınızı alacaqsınız 7680 almış olacaqsınız. Bu da belə. Növbəti sualımıza baxaq. Dördüncü sualımız buradadır. Dördüncü sualımız belədir. Deyir ki, n bərabərdir 3 və k bərabərdir 2 olduqda nəticəni müəyyən edin. Gəlin baxaq, def funksiyasıdır. Bilirik ki, hər zaman return-dən aşağıda başlamalıyıq. N-ə 3 daxil edirəm. Int input normal riyazi bir ədəd daxil etdi və 2-ni daxil edirəm. Burada gəlib f-in yerinə, deməli f-də f-n k-nın yerinə baxın. f-n-in yerinə 3, k-nın yerinə isə 2 yazsam 3-2. Məndə 3-2-nin cavabı yoxdur. Onun üçün nə edirəm? Avtomatik qalxıram yuxarını hesablayıram. N-in yerinə 3, k-nın yerinə isə 2 qiymətini verirəm. A n-ə bərabərdir, yəni A 3-dür. Gəldim bura vailimi yoxlayıram. Deyirəm ki, 2 fərqlidirmi 0? Deyirəm, bəli. Bu zaman deyir ki, A-nı vur A-ya. 3-ü vuracam 3-ə, etdi neçə? 9. K-dan bir vahid çıxacam.
2 idi. Birini çıxdım, 1 qaldı. Bərabərdir. A-dan ikisini çıxacağam. A-ya 9 almışdım, ikisini çıxdım, 7 almış oldum. Yenidən başa qayıdıram. İK bu səfər 1-dir. 1 fərqlidirmi 0-dan? Bəli. Və yenidən A-ya ən son 7 almışdım. 7 vurulsun 7, 49. K-nı 1 vahid azaldıram 0 və A-nı 2 vahid azaldıram. 49-dan 2 çıxıram, alıram 48. Üzr istəyirəm, 47. 2 vahid azaltdım. 47 almış oldum və K-ya 0 almışam. 0 fərqlidirmi 0? Xeyr. Return A mənə 48-i verdi. Deməli F3 2 nəyə bərabər oldu? 48-ə bərabər. 40 yenə üzrlə hesab edin. 47. 47 çıxmadı. Deməli ona görə deyirəm ki, ehtiyatlı olmaq lazımdır. Növbəti suala keçək. 5-ci sualımız. 5-ci sualımızda nə deyir? Deyir ki, FES Akademiyada 120 müəllim və 5000 şagirdin adı, soyadı, atasının adı, təvəllüdü, təhsili, cinsi, boynun uzunluğu və qan qrupu haqqında verilənlər bazası tərtib edilmişdir. Verilənlər bazasında neçə sahə var deyir. Baxın, sayıram. Adı, soyadı, atasının adı görə neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8 ədəd. Cəmi cümlətəni 8 ədəd burada nəyim var? Sahəm var. Növbəti suala baxaq. 6-cı sualımız belədir. Deməli, monitorun hər düyümdə düşən piksellərin sayı 5 pikseldir. Hər düymə düşən, yəni bir düymümə 5 piksel düşüb. Əla, növbətinə baxaq. Monitorun şaqili və üfüqi ölçüləri uyğun olaraq 30-40 düym olarsa, biz bilirik ki, monitorumuz düzbucaqlı formasındadır. Bunun üfüqi və şaqili deməli düymləri 30 düym buradırsa, 40 düym də buradır. Və məndən monitorun diaqonal üzrə neçə piksel olduğunu istəyir. Bu zaman nə edirəm? Diaqonalımı çəkirəm. Birinci diaqonalın düyümünü tapıram. Bura bir x deyirəm. Və burada bir dənə düzbucaqlı üçbucaq yaranmış oldu. Və bu düzbucaqlı üçbucaqdan Pifaqor teoremindən çıxıram. X bərabərdir kök altında 30-un kvadratı üzərinə gəlinsin 40-ın kvadratı bərabərdir nəyə? Deməli 900 bu edəcək, 1600 bu 2500 kökdən çıxacaq mənə neçə? 50 çıxmış olacaq. Deməli mən 50 düyüm tapdım və məndən diaqonal üzrə piksel sayını soruşur. Deməli bir düymə 5 piksel düşübsə, görək 50 düymə neçə piksel düşüb? 50 düymündə y-ə, buradan y-i təyin etsəm, y də bərabərdir 250-ni tapmış olacağam. Burada cavab olacaq D variantı. Növbəti suala baxaq. Növbəti sualımız, hansı məntiq əməlindən istifadə etməklə daha çox söz axtarmaq olar? Biz bunu məntiq dərsimizdə də keçmişik və dəfələrlə də bildirmişik ki, ənddən biz nə qədər söz birləşdirsək, o qədər az məlumat əldə edərik. Ancaq or ilə nə qədər söz birləşdirsək, biz o qədər çox məlumat əldə etmiş olarıq. Ona görə də çox məlumat tapmaq istəyiriksə, təbii ki, həmin sözləri mütləq şəkildə orla birləşdirməliyik. Növbəti suala baxaq. Növbəti sualımız belədir. Rabitə kanalı ilə 600 MB məlumat ötürülmüşdür. Ötürülmədən əvvəl məlumat 40% arxivləşdirilmişdir. İlkin məlumatı ötürmək üçün 5 dəqiqə vaxt tələb olunarsa, arxivləşmiş məlumat neçə dəqiqəyə ötürülər? Gördüyünüz kimi hər ikisi dəqiqə olduğu üçün burada dəqiqələri çevirməyəcəm və məlumatımı da heç çevirməyimə ehtiyac yoxdur. Ümumiyyətlə burada heç çevirməyə məncə ehtiyac yoxdur. Mən ilkin məlumatımı tapacağam. Təbii ki, ilkin məlumatım x-dir, bilmirəm nə qədərdir. Bir onu bilirəm ki, 40%-ni arxivləşdiriblər. Yəni x vurulsun 40-a, bölünsün 100-ə. Bərabərdir və ümumilikdə 600 MB alıblar. Buradan x-imi təyin edərəm. Burada ixtisarlarımızı aparaq, ən yaxşısı 5, burada 2 və hər tərəfini 5-ə vuraram. Edəcək neçə? 5x minus 2x bərabərdir. 600 vurulsun 5-ə və buradan da 3x bərabərdir. 600 vurulsun 5-ə. Və buradan da x bərabərdir 200 vurulsun 5. Buradan tapdım nə? 1000.
1000 megabayt tapdım ilkin məlumatımı. Arxivləşmiş məlumat neçə dəqiqəyə ötürülər deyir. Deməli, mənim ilkin məlumatım 5 dəqiqə ötürülüb. Yəni 1000 5 dəqiqəyə ötürülüb. 1000 ötürülüb 5 dəqiqəyə. Bəs yaxşı, 600 neçə dəqiqəyə ötürülər? 600-ün də x-a. Təbii ki, buradan da gəlin ixtisarlarımızı aparaq. Bunlar gedəcək 2 və buradan da x bərabərdir 3 tapmış oldum. Deməli, neçə dəqiqəyə gedir? 3 dəqiqəyə ötürürəm. Növbəti suala baxaq. Aha, 9-cu sualımız Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. M daxil edib dırnaqda, yəni sətr tipindədir, 123 və onu list edir. List nədir? Yəni siyahı formasındadır da, yəni 1, 2 və 3 formasına saldım. Okay. Daha sonra join, T-ni join elədi. Nə deməkdir? Yəni 2-ni hər birin aralığa yerləşdirəcəm. O zaman nə olacaq? Necə alınacaq? Bu şəkildə 1 verəcəm, daha sonra 2-ni verəcəm, sonra buradakı 2-ni verəcəm, daha sonra bir dənə bu 2-ni verib, sonra ən sonunda 3-ü verəcəm. Verdim. Daha sonra mənə printə deyir ki, bunu vur 2-yə. Biz bilirik ki, sətr və siyahıları vuranda, təbii ki, əgər 2-yə vururuqsa 2 ədəd yanbayan yazırıq, 3-ə vururuqsa 3 ədəd, yəni neçəyə vururuqsa o qədər yanbayan yazacağıq. Deməli, mənim cavabım budur və 2-yə vurulmasının nəticəsində bu şəkildə ekrana çıxmış olacaq. Gördüyünüz kimi belə. Burada cavab olacaq D variantı. Növbəti suala baxaq. 10-cu sualımız belədir. Microsoft Word 2010 mətn prosesorunda bookmark əmri hansı tabda yerləşir? Təbii ki, bunu artıq dərslərimizdə əzbər etmişik ki, bookmark əmri insert tabında yerləşir. Belə əziz müəllimlər, növbəti sınavımızın izahında görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.